Hərbi xidmət müddəti 1 il, 6 aydan 1 ilə endirilə bilər. Məsələ artıq Milli Məclisdə müzakirəyə çıxarılıb. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin rəisi Azər Babayev deyib ki, hərbi xidmət müddətinin azaldılmasında başqa bir yol fikirləşirik. Burada ali təhsillilərlə orta təhsillilər fərqləndirilir. Ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Onların bərabərləşdirilməsi lazımdır. Həqiqi hərbi xidmətə çağırış üçün son yaş həddinin də dəyişdirilməsi müzakirə olunur. Bu yaşın 35-dən 30-a endirilməsi təklif edilir. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən vətəndaşlar öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Komitə iclasında ödənişli hərbi xidmətlə bağlı təklifdən də danışılıb. Baş İdarə rəisi bildirib ki, aidiyyatı qurumlar təklifi dəstəkləmirlər, lakin məsələyə bir daha baxılmasına da etiraz etmirlər.